Salam, hər vaxtınız xeyir olsun əziz dəyərli dinləyicilərimiz. İş bilən verilişi efirdədir. 1 saat ərzində çox maraqlı bir mövzuya toxunacağıq. İnanıram ki, bu mövzu da sizin ürəyinizə yağ kimi yayılacaq. Xüsusilə səyahəti sevən insanlar diqqətiniz bizdə olsun. Əlaqə nömrəmiz 055 203 1103. Aparıcınız mən Anar Saylıoğlu və mənim dəyərli həmkarım Aynur Bəylər. Aynur, xoş gördük səni. Nəhayət ki, bugün biz bir araya gələ bildik. Necəsən Anar? Bugün mən çox yaxşıyam, çox yaxşıyam. Çünki bu günlərim əlamətlər bir hadisədə baş verib. Anar, səncə bu günlərim nə baş verib? Heç xəbər. Bugün bizim Anarın adı günüdür və Anar, mən səni təbrik edirəm. Özün bilirsən ki, səni necə çox istəyirəm, necə sən mənim üçün dəyərlisən. Hər gün 1 saat ərzində səninlə ünsiyyətdə olmaq ayrıca bir xoş bir təsir bağışlayır. Mən ona görə istəyirəm ki, sənin arzularından bələdəm, bilirəm nə arzu edirsənsə, bütün arzularına çatmağını diləyirəm. Yeni yaşın sənə bolca uğur gətirsin, ruzu bərəkət gətirsin, sağlıq gətirsin, ən əsası. Və ən əsası qəlbində olan bütün arzularına çatasan. Alqışlayıram burada səni. Amin inşallah. Çox sağ ol Aynur, var olasın. Təşəkkür edirəm xoş sözlər üçün. Mən də hər bir amin deyirəm. Yaxşı ki, sən də varsan. Özü belə parki kimi Aynur niyə bu qədər belə təbrik edirəm? Ürəyindən oldu da. Və Anar, bu günlərim sənin sevdiyin bir mövzuya toxunacağıq. Çünki bu günlərim yenə səyahət eləyəcəyik. İnşallah ki, qismət olar bizə yaya doğru biz özümüz də bu səyahətdən istifadə eləyərik və gələrik daha belə dolu-dolu təəssüratlarımızı bölüşərik və bu günlərim nədən danışırıq? İstəyirəm sən açıqlayasan. Mən bugün əslində qonaq qismində əyləşmək istəyirdim, amma Aynur dedi ki, elə şey yoxdur, iş dostluq, buyur. Biz bugün həqiqətən də həmin insan gələndə keyfimiz, əhvalımız düzəlir. Çünki o qədər xoş məlumatlar verir və həm də aurası gözəldir. Xoş müjdəli bir verilişimiz var. Ona görə dəyərli dinləyicilər, diqqətiniz bizdə olsun. Xüsusilə gəmi ilə səyahəti sevən insanlar. Cruises AZ şirkətinin rəhbəri Azər müəllim Quliyev bizimlə bugün həmsöhbət olacaq. Çox maraqlı bir faktlarla gəlib. Ona görə də qulağınız bizdə olsun. Endirim falan istəməyəcəm. Keçən səfər endirim istəmişdim. Ailəm dəymişdi bir-birinə. Azər müəllim, xoş gördük sizi. Xoş gəlib səfa gətirmisiniz. Təşəkkür edirəm. Çox sağ olun dəvət üçün. Ayrıca sizin də ad gününüzün olmağını bilmirdim. Mənə də sürpriz oldu. Təşəkkür edirəm. Səmimi qəlbdən təbrik edirəm. Var olasın. Möhtərizə şərəfi məlumatı deyim. İnşallah bugün artıq mümkün deyil, amma gələcək ad gününüzü gəmi ilə səyahətə keçirdərək onu bir assosiasiya eləyərsiniz ki, dünya üzərində də bunu bu şəkildə eləyən az deyil. Ad günləri, evlilik il dönümləri, məsələn, gəmilər var ki, 5, 10, 15-ci il dönümlərini keçirənlərə xüsusi imtiyazlar verir. Onun üçün xoş anları xoş atmosferlə bir yerdə assosiasiya eləyib birləşdirmə elə bilirəm ki, yadda qala biləcək insan həyatında hadisələrdən biridir. Təşəkkür edirik. Elə bu da Aynura, Fəridə, bizim komandaya bir mesaj oldu. İnşallah gələnin artıq biletimi alırsınız, həll edirsiniz. 9 oktyabrdan bir həftəlikdə, bir 16 oktyabra qədər mən gəmi səyahətilə istədiyim ölkələrə səyahət edəcəm inşallah. Amin. Azər bəy, köklü bir şirkətsiz. Artıq uzun bir illərdir ki, bu bazardasınız və sözünüzü demiş bir şirkətsiz və bunu əminliklə çox rahat şəkildə deyirsiniz. Yeniliklərdən danışacağıq sizinlə, amma ad günündən keçərəkdən yeniliklərdən danışacağıq. Çünki dediniz ki, bu cür ad günləri, evlilik təklifləri, il dönümləri də, evlilik il dönümlərini bu səyahətlərdə qəşəng təşkil eləmək və möhtəşəm şəkildə qeyd eləmək olur. Və nə kimi kampaniyalar olur? Və necə təşkil olunur bu əlamətlər, hadisələr gəmi səyahətində və bir də hansı yeniliklər gözləyir bizim gəmi ilə səyahətə çıxmaq istəyənlər? Təşəkkür edirəm. Həqiqətən gəmi industriyası öz növbəsində sadəcə səyahət eləyib insanların bir həftə 10 gün bir tətil keçirdib dincini ala biləcəkləri, yəni yorğunluqlarını çıxara biləcəkləri bir məkanla paralel olaraq yadda qalmaq istəyirlər. Bunun üçün də gəmilərin siyasətləri əlbəttə ki, bizə də sirayət eləyir. Bizim mövqelərimiz hər zaman mümkün mərtəbə onlarla üst-üstə düşür. Bunun açıqlaması belə verim. Sadəcə səyahətinizi təşkil eləmək deyil. Əgər sizin yadda qalan, unudulmaz, istər səyahət keçmişinizdə, istər həyatınızdakı o bir səhifə ki var, orada əgər bizim bir toxunuşumuz varsa ki, indiyə qədər ki səfərlərin sayı yəqin ki 5000-i artıq ötdü. Yəni bu qədər insanın həyatına o toxunuşu verə bildiksə və yadda qalan, ola bilər insan təkrar eləməsin, yenidən gəlməsin. Bu əlbəttə ki, insanın həyatına, onun gəlirinə, onun vaxtına və s. düz tənasib olan bir şeydir. Amma əminik ki, dediyiniz kimi bizim adımız gələndə insanlarda mütləq ki bir xoş bir atmosfer, doğru bir atmosfer, turist dostu
bir mövqe hər zaman belə olub, indi də elədir və bundan sonra da belə olacaq. Məqsədimiz əlbəttə ki, gəlir əldə eləməkdir. Amma sizə xoş anları yaşada biliriksə, sizin səyahətinizi yağ, bal kimi pürüzsüz həyata keçməyini təmin eləyiriksə, elə bu bizim üçün əmin olun ki, uğurlardan biridir. Və bunun belə olmağı üçün əlimizdən gələnin artıqlamasını eləyirik. Bu işdə bizə gəmilərin özləri də köməklik eləyirlər. Necə köməklik eləyirlər? Dediyimiz kimi ad günləridir. İnsan həyatında xüsusi olan əlamətlər, hadisələrdir və s. Bunlarda istər endirim şəklində, istər gəmidə tədbirin keçirilə bilməyi üçün hər hansı bir insanın tutaq ki, gəmidə səyahətdəykən ad günüdürsə və bunu və yaxud evli il dönümüdürsə, bunu kiməsə bildirməyinə ehtiyac yoxdur. İnşallah getdiyinizdə görərsiniz, tutaq ki, axşam şam yeməyidir. Oturduğunuz yerdə bir baxırsınız ki, bütün personal 50 nəfər, 60 nəfər bir nəfərə ad günü mübarək mahnısı ilə yaxınlaşır. Mən artıq təsəvvür elədim o gözəl mənzərəni. Adam necə hava dəyişə bilir. Adam tükləri bizə olur ki, mən heç məlumat da verməmişdim İnsan ki, belə bir şey. dəyərli hiss edir. Əlbəttə ki. Bax, o kifayət qədər vacib məqamdır ki, insan özünü necə eləyə bilər ki, daha dəyərli hiss eləsin. O çünki istər bir il və ya müəyyən bir müddət o qədər zəhmətlə, əziyyətlə, heç kimə asan deyil də. Düzdürmü? O bir lətifə də var. Bizlərə də asan deyil deyə. O ünvanla o cür hadisəni bir-biri ilə assosiasiya eləyəndə və o onun üçün unudulmaz bir an aldı. Fiziki üstünlüklərini, yəni dəniz havasıdır, yeni şəhərlərin görülməyidir, bir səyahətdə çanta açmadan, bağlanmadan olansa bu onsuz da artıq həm sizin dinləyicilərinizin, həm dünyanın bir çox insanı artıq bilir ki, üstünlüklər nədən ibarətdir. Amma bir də onun emosional tərəfi var. Ki onu həqiqətən həyatı boyunca yaddan çıxartmaq mümkün deyil. Bəlkə 10 il əvvəl ilk göndərdiyimiz müştərilərlə əlaqədə oluruq ki, məsəl üçün, yadınızdadır mı ilk? İnanın ki, sanki bir ay bundan əvvəl olub səyahətdə o cür ardıcıl bir şəkildə bu şəhərlərdə oldum, bu gəmidə oldum, belə hadisələr var idi ki, mənim həyatımda yadda qalan bir iz buraxıb deyə, müsbət mənada. Bunun üçün dediyimiz məqamlarda gəmilərin bir çoxunda hətta düzdür, rəsmiyyətə düşmür, amma zakslar da var. Yəni nigah da qeyılır. Düzdür, dənizdə qeyılanlar beynəlxalq sularda olur deyə rəsmiyyətə keçmir. Amma ən azından onun formal şəkildə bəli, dəfələrcə özüm də şahid olmuşam. Çünki bir hadisə. Ki, bəli. Yəni keçən ay idi mən qayıtdım bir dəvətdən. Bizim elə bir üstünlüyümüz var. Bilmirəm, ora təəssüf deyib, yoxsa sevinim. Çünki bir çox insanda o imkan olmur, amma bizi dəvət eləyirlər həm yeni gəmilərin görülməyinə, həm diskussiyalara, həm ümumiyyətlə kruz industriyasının gələcək perspektivdə nələrə diqqət eləməli olduqlarını, hansı məqamla yaxınlaşsaq, müştərinin, turistlərin fikirləşmədiyi məqamları belə biz çarşaf kimi stolun üstündə bir sərib nələr ola bilər? Çünki insanıq, hamımız hər hansı bir məhsulun və ya xidmətin istehlakçısıyıq. Empatiya qurmaqla nə eləyə bilərik ki, daha yaxşı formaya gəlsin. Söhbət burada rəqəmdən getmir. O insanı xoşbəxt eləməkdən gedir. Və həm də burada sizin 10 il bir keçmişinizi kənara qoyub, rahatlaşdım, daha artıq mən 10 ildir sözümü deyim, artıq inkişaf eləməyim. Zaten mən müştərimi tutmuşam, bazarda sözümü demişəm, inkişaf mənim nəyimə lazım deyərək də əyləşmirsiniz. Daim inkişafdasınız, daim araşdırırsınız, daim müştəri üçün hansı yenilikləri edə bilib, onları xoşbəxt edirəm deyə işləri görürsünüz. Mütləq. Çünki yəqin ki, sahibkarların və yaxud iş adamlarının arasında bu söz biraz da gizli bir şəkildə məşhurdur. Yerimizdə qalmağımız üçün qaçmalıyıq. Daha da qabağa getmək üçün biraz daha qaçmalıyıq. Yəni, çox qəşəng. Sizdən hər zaman qəşəng fikirlər olur. Qəşəng statlar gəlir Azər müəllim. Azər müəllim, pasiv və aktiv istirahəti sevən insanlar olur da. Bəli. Bunların bu balansı necə tutursunuz? Əvvəla hər hansı bir tələbimiz gəldiyində mən sizə çox qısa da olsa bir iş prinsipindən bir sıralamanı qısaca deyim. İnsanlarımız əsasən nələrə, hansı məqamlara diqqət eləməkdə fayda var və biz öz təcrübəmizlə bölüşək ki, doğru qərarlar verilsin. Reklam dünyasında əlbəttə ki, gəmilərin ən böyükləri, əyləncələrin ən yaxşıları və s. ön planda tutulur. Bu insanlarda bir gözlənti yaradır ki, mən də gəmiyə getsəm,
Instagram, Facebook, CV-lərdə və s. olan reklamlarda gözümün gördüyü şəkildə bir gəmidə dincələcəm. Nəzərə almaqda fayda var ki, dünya üzərində beynəlxalq sularda üzən 100-dən çox gəmi var. Gəmilər otellər kimi ulduz təsnifatına görə fərqlənməzlər. Klasifikasiyaları biraz fərqlidir. Amma yenə də biz turistlərlə, sərnişinlərlə ortaq dili danışaq deyə bəzən ulduzlamağa gedirik ki, insanda bir təsəvvür, bir doğru gözlənti formalaşsın. Bunun üçün müraciətlərdə əvvəla ilk 3 məqama diqqət eləmək lazımdır ki, haraları gəzmək istəyirəm, nə vaxt gəzmək istəyirəm və gəmilərin təqdim elədiyi otaq növlərindən hansında qalmaq istəyirəm. Nə vaxt gəzmək istəyirəm dedi, bu mövsümə görədir? Mövsümə görə. Məsəl üçün, tətilə mən yayda mı çıxa bilirəm, payızda mı, qışda mı? Ona uyğun olaraq və səyahət edəcək olan insanın istəyinə, tələbinə uyğun. Yəni, əgər tutaq ki, günəşlənmək istəyirsə, bunu əlbəttə ki, Avropada qış aylarında etmək mümkün deyil. Mümkün mərtəbə bunu insanları məlumatlandırma xarakterli ilkin olaraq bildiririk ki, o insanlar düzgün qərarı verə bilsinlər. İkincisi, doğru gözlənti. Yəni, bütün gəmilər Instagram, Facebookda göründüyü kimi deyil. Bu reallığı hər bir şirkət demir, onun üçün dedim, məqsədimiz əlbəttə ki, biz ticari fəaliyyət həyata keçirdirik, amma yanlış məlumatla, fərqli gözlənti ilə insanı xoşbəxt eləyə bilmərsiniz. Və imicimizi salmaq istəmirik. Birinci mövqe insanları belə deyim, doğru istiqamətləndirməkdir. Onlarda doğru fikir formalaşdırmaqdır. Küçədə paralel getdiyimiz insana gəlin yaxşılıq eləyək. Mən pislik eləmək heç kimə bir xeyir gətirməz. O pislik onsuz da dönüb dolaşıb insana və ya şirkətə geri qayıdır. Onun üçün də əlimizdə bir məlumat varsa, doğru bir məlumat varsa və qarşı tərəfdəki insan doğru qərarı vermək üçün doğru məlumatlara sahib olduğu an Azərbaycanımızın insanı əmin olun kifayət qədər IQ-su yüksək insanlardır. Sadəcə bəzən məlumatları az olur və Qafqaz insanı olduğumuza görə də emosionalıq. Emosiyalarımız bizi fərqli istiqamətləndirir. Doğru məlumat əldə olduqdan sonra emosiyalara imkan vermirik. Onlar paralel gedir bu səfər. Yaxşı, yəni elə sırf mən gəmiyə gedim deyə, bu kruzə gedim deyə yox. Doğru məlumat əldə elədikdən sonra kifayət qədər doğru qərar verilir və illərlə də təkrarlanmağa davam edir. Çünki dünyada gəziləcək, görüləcək, kəşf olunacaq çox yer var. Məsələn, qış aylarında tutaq ki, Avropanı demərik, tövsiyə eləmərik, amma uzaq şərqi rahatlıqla, Karib hövzəsini rahatlıqla, Braziliya istiqamətini rahatlıqla, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Singapur, buralar rahatlıqla. Yəni, insanlarımız kifayət qədər üfüqləri genişdir, yeni yerlər görmək istəyirlər və s. Onlar üçün də gəmi ən doğru səyahətlərdən biridir. Təşəkkür Azər müəllim, sizlə geniş şəkildə danışacağıq. Çünki Fidan da elə bizim menecerimizə yazığı suallar da həddindən artıq çoxdur. Onlar dinləyicilərimizi maraqlandıran məqamlara toxunacağıq sizinlə bərabər. Buyurun. İndi isə sponsor zamanında tez sponsorlarımıza təşəkkür etmək istəyirəm. Evsetra Təmir və Dizayn şirkətinə dərin təşəkkürümüzü bildiririk bizimlə olduqları üçün. Arzularınızdakı, xəyalınızdakı evi Evsetra Təmir və Dizayn şirkətinə qururuq. Təmir və tikinti, dizayn işlərini peşəkarlara həvalə edin. Dizayn layihələndirmə, fərdi və bağ evlərinin tikintisi və təmiri, mebellərə təchiz olunması Evsetra Təmir və Dizayn şirkətinə mümkündür. Peşəkar ustalar, sərfəli qiymət, vaxtında təhvil, əlaqə nömrəsi mütləq şəkildə qeyd edin. 070 677 11 77. Buradan da Emil bəyi və onun kollektivini salamlayırıq. Növbəti sponsorumuz isə Aystal Alüminiumdur. Niyə məhz hər zaman Aystal Alüminiumu sizə şiddətlə tövsiyə edirəm? Çünki qapı pəncərə sistemi mühəndisləri pəncərə sistemin düzgün işləməsilə bərabər komandalarında elə işini bilən memar və dizaynerlər var ki, sizin evə və yaxud da obyektinizə baxış keçirdikdən sonra hansı tip pəncərə, hansı bölgülərlə daha gözəl görsənəcəyin ən doğrusu sizə təklif edirlər. Ona görə də düzgün qapı pəncərədə addımınız Aystal olsun. Əlaqə nömrəsi 050 201 88 11, ünvan Ağşəhər Qarabağ Atları Meydanı.
Növbəti sponsorumuz isə Nos Parfümdür. Parfümdə qalıcılıq, gözəl qoxu axtaranlar Nos Parfümlə siz xarakterinizə uyğun parfümlər əldə edə bilərsiniz. Nos Parfüm həmçinin topdan və pərakəndə satışla sizə biznes qurma imkanları yaradır. Əlaqə nömrəsi 055 926 29 29. Nos Parfüm İtaliyanın Azərbaycandakı rəsmi distribütorudur. Bizim adımızdan yaxınlaşan bütün dinləyicilər isə 10% endirim olacaq. Təşəkkür edirik sponsorlarımıza. Biz isə davam edəcək. Təbii ki, reklamlardan sonra siz də səyahət etmək istəyirsə, xüsusilə gəmi ilə hansı ölkələri səyahət etmək istəyirsə, niyə məhz gəmi ilə səyahətdən danışırıq, sizə maraqlıdırsa 055 203 11 03 bizim WhatsApp nömrəmizi yazın. Biz də sevə-sevə suallarınızı səsləndirək. Xəzər Radiosunda reklam vaxtı. Ay Solmaz xala, bu boyda pəncərə olar? Bunu necə açıb bağlayırsan? Çox rahat, bir barmağımla açıram, bağlayıram. Yüngüldür. Özü də Türkiyə istehsalı, Avropa keyfiyyətli pəncərələrdir. Hə, o həbəşdir, nədir dedikləri pəncərə budur? Həbəş yox ay Cavanşir. Həbəşəbə. Məsləhətdir. Külək də, yağış da keçirtmir. Get sən də zəng elə 055 201 88 11-ə. Gəlsinlər, quraşdırsınlar. www.asistal.az. Addımınız Asistal olsun. Nos Parfümlə iz buraxın, fərqinizi hiss etdirin. Parfümdə qalıcılıq, gözəl qoxu axtaranlar. Nos Parfümlə siz xarakterinizə uyğun parfümlər əldə edə bilərsiniz. Nos Parfüm həmçinin topdan və pərakəndə satışı ilə sizə biznes qurmaq imkanı da yaradır. Onlayn və ya filiallardan əldə edin. Telefon 055 926 29 29. Nos Parfüm İtaliyanın Azərbaycandakı rəsmi distribütoru. iCloud Akademiya beynəlxalq səviyyədə gənclərə dil öyrənmək, abituriyent və magistr hazırlığı, həmçinin MİQ və digər beynəlxalq imtahanlara hazırlaşmaq, eləcə də xarici dil kursları vasitəsilə Avropada təhsil almaq imkanı yaradır. Akademiyada həm ödənişli, həm də təqaüdlü təhsil proqramları mövcuddur. Peşəkar müəllim heyəti, interaktiv dərs metodikası, həm əyani, həm də onlayn dərs imkanları, Conversation Club və mədəni tədbirlər tələbələrin həm bilik, həm də sosial inkişafına dəstək olur. Tələbələrimiz artıq beynəlxalq imtahanlarda yüksək nəticələr qazanaraq Avropada təhsil almağa başlayıblar. iCloud Akademiya, telefon 010 428 48 76. Arzularınızdakı evi Efsetra Təmir və Dizayn şirkəti ilə qururuq. Təmir və tikinti, dizayn işlərini peşəkarlara həvalə edin. Dizayn layihələndirmə, fərdi və bağ evlərin tikintisi və təmiri, mebellərlə təchiz olunması Efsetra Təmir və Dizayn şirkəti ilə mümkündür. Peşəkar ustalar, sərfəli qiymət, vaxtında təhvil. Əlaqə nömrəsi 070 677 1177. Qüsursuz nitq korreksiya mərkəzində uşaq və böyüklərə həm loqopedik, həm psixoloji, həm də fizioloji dəstək göstərilir. Mərkəzin rəhbəri defektoloq loqoped Esmira Qafarova bütün pasiyentləri fərdi proqramlarla nəzarətdə saxlayır. Autizm, serebral iflic, Down sindromu, psixoloji və nitq inkişaf ləngiməsi və bu kimi bir çox diaqnozlarla mərkəzə müraciət edə bilərsiniz. Telefon 050 485 75 25. Qafqazın ən böyüyüsən, Abşeron, evimizin hər şeyisən, Abşeron, seçimlərin əzəlidir, Abşeronum mənim. Abşeron Ticarət Mərkəzi. Evdən bağa, təmirdən tikintiyə hər yol Abşerondan keçir. Evinizə nə lazımdırsa, Abşerona gəlin. Xəzər Radiosunda reklam vaxtı. Cəsarətin varsa mənə dön geri gəl, düzələnə dək davam edək. Sevgim varsa əgər mənə dön geri gəl, nəfəsimi çək, davam edək. Asılıb göz qapaqlarından, süzülərkən yanaqlarından, qaçırırsan dodaqlarından, heç olmasa var ol yanımda. Asılıb göz qapaqlarından, süzülərkən yanaqlarından, qaçırırsan dodaqlarından, heç olmasa var ol yanımda. Sənə görə yaşadım bütün həyatımı mən, sənə görə yaşadım, sənə görə yaşadım.
sözləri var, cavabsız zəngləri var, çəkilməz dərdləri var, tutulmaz vədləri var. Daha sənə yoxdur inam, mən gəmi sənsə liman, üst tutub dalğalara, etmərəm həm də vida. Olmasa səndə inat, məndə inat. Asılıb göz qapaqlarından, süzülərkən yanaqlarından, qaçırırsan dodaqlarından, heç olmasa var ol yanımda. Asılıb göz qapaqlarından, süzülərkən yanaqlarından, qaçırırsan dodaqlarından, heç olmasa var ol yanımda. Sənə görə yaşadım bütün həyatımı mən, sənə görə yaşadım, sənə görə yaşadım bütün həyatımı mən, sənə görə yaşadım, sənə görə yaşadım, mən yaşadım, sənə görə yaşadım, mən yaşadım, sənə görə yaşadım, mən yaşadım. Bəli, dəyərli dinləyicilər, biz yenidən davam edirik. İş bilən verişi efirdədir. Bugün çox maraqlı bir mövzuya toxunmuşuq. Təbii ki, Azər müəllimlə bərabər gəmi ilə hansı ölkəyə səyahət etmək istəyirsiniz? Hansı maraqlı ölkələri siz bəlkə kəşf etmisiniz? Bizə deyin, biz də bilək. 055 203 11 03 bizim WhatsApp nömrəmizdir. Biz də davam edəcəyik və onu da qeyd edim ki, həftə ərzində aktiv olan dinləyicimiz bizdən Nos parfümdən, daha doğrusu çox belə qalıcı, keyfiyyətli bir ətir əldə etmiş olacaq. Azər müəllim, indi hal-hazırda biz payız mövsümünü yaşayırıq. Bilirik ki, daha çox Yaponiya və digər ölkələrə maraqlıdırlar bizim dinləyicilərimiz, sizin isə müştəriləriniz. Ən çox hansı ölkələrə hal-hazırda səyahət paketləri var və yazırlar ki, endirimli yerlərdən daha çox ayırlar. Sual verdim, oldu, baş üstə mən də sual verim. Çox sağ olun suala görə. Əlbəttə ki, bizdə payız mövsümü olanda dünyanın bir çox hissəsində artıq ya yaxşı günəşli havalar öz təsirindədir. Deməli, başlanğıc olaraq uzaq şərqin sezonu yavaş-yavaş başlayır. Artıq 11-ci aydan etibarən, 10-cu 11-ci aydan etibarən yavaş-yavaş artıq o istiqamətlərə yönəlmələr var. Amma həm uçuş, deməli, Anar bəy, səyahətin bir neçə komponenti ki var, hansı ki insanlar qərar verərkən onları mütləq ki nəzərə alırlar. Bu birbaşa uçuşun olmağı, bu səyahət müddətinin, yəni uçuş müddətinin nisbətən az olmağı, çünki yorulmasın, insan yorulub yenidən o bir gününü itirmək istəmir və s. Bu bizim turistik davranışlarımıza təsir edən amillərdəndir. Bunların hamısını nəzərə alanda açığı üstünlük hal-hazırda Fars körfəzi üzrədir. Hansı ki Dubaydan başlayır və o körfəz ətrafında olan bir çox Dubai, Doha, Bəxreyn, Çimərli adası olan Sirbaniyas adası, Abu Dhabi, bu kimi yerlərdən keçən və ən əsas məqamlardan biri də Azərbaycan vətəndaşlarının vizasız hərəkət edə biləcəyi, yəni viza üçün ayrıca bir zaman, pul, vaxt itkisi olmadan həyata keçirə biləcəkləri səyahətlərdir. Yəni, ümumiyyətlə, bütün dünya üzrə də elədir, eləcə də Azərbaycanda təsir edən amillər bəzən sizin bizim əlimizdə olan amil deyil. Məsələn, viza kimi və məsələn, uçuş müddəti kimi. Onun üçün üstünlük hal-hazırda Fars körfəzi üzrədir, amma Çin ilə olan viza rejiminin ləğvi bu özünün müsbət təsirini göstərib artıq. Hər bir ölkənin də gəmi müştərilərinə olan xüsusi yanaşmaları olur ki, bəzən o ölkəyə adi qaydada gedəndə viza lazımdır, amma gəmi səyahəti ilə getdiyinizdə müəyyən məqamlar var, incəliklər var, orada lazım deyil. Okay? Yəni, bu mümkündür. Çünki bəzi ölkələr artıq gəmi ilə gələn sərnişinlərin gəlib o ölkəyə töhfə vermələri, o ölkədə müəyyən xərcləmələr eləməklərini üstün tutaraq viza rejimini və özünün də daxilində əgər kontrol mexanizmi kifayətli də rahat işləyirsə, onda problem yaratmırlar, buyurun gəlin deyirlər. Kiçik bir kupon verirlər enişlərdə, geri qaydanda o kuponu qaytarırsınız və bəzən bu kimi səfərlərdə pasportlar ilk gəmiyə mindiyiniz gün
alınır, resepsiyonda mühafizə olunur və səyahət bitdiyində geri qaytarılır. Yəni siz hansısa bir ölkəyə düşəndə artıq pasport göstərməyə, bu arada böyük bir mötərizə açım, çünki bu son günlərdə gələn suallardan biridir və doğru suallardan biridir. Sual belədir ki, biz hər şəhərdə düşəndə adi qaydada tutaq ki, harasa gedəndə ki, bu yoxlanma, gömrük yoxlanışından keçir ya, ondan keçirikmi? Çünki insanlarda belə bir fikir formalaşır ki, biz hər birində əgər belə bir yoxlanışa kontrol, əlbəttə ki, vaxt etkisidir və gəminin ortalama tutumlarının 4, 5, 6, hətta 7 min insan tutduğunu düşünün. O insanların yoxlamadan keçəcəyini fikirləşin ki, elə günün yarısı bu yoxlamada keçir. Onun üçün də dinləyicilərimiz və turistlərimiz bilsinlər ki, belə bir yoxlanış olmur aralarda. İlk minişdə bəli olur və finişdə əgər ölkəni tərk edirsinizsə, amma aralarda belə bir kontrol yoxdur. Rahat, belə deyək də, əlinizi qolu sallaya-sallaya çıxıb şəhəri doyunca gəzib və yerli təamlardan dadaraq geri qayıda bilirsiniz. Və bu da gəmi səyahətinin əsas və üstün özəlliklərindən biridir. Bəli. Azər bəy, ödənişlərlə bağlı biz verilişə başlamamışdan öncə çox maraqlı faktlar da dediniz ödənişlərlə bağlı. İstəyirəm o haqqda danışaq, dinləyicilərimiz də bir daha yəni əmin olsunlar ki, ödəniş sistemi necə olur? Əlbəttə, nümunə belə verilişimizdən əvvəl də nümunənin üzərindən getmişdik. Tutaq ki, hər hansı bir ailəmiz və yaxud gənclər və yeni ailə quracaq olanlar gələn ilin tutaq ki, avqust ayına bir gəmi səyahəti planlayırlar. Biz onlara istər bizim web səhifədən girib axtarış eləyərək baxa bilərlər ki, nələr var. İstərsə də ehtiyaclarını bildirdikləri vaxtı biz onlara daha süzgəcdən keçmiş təklifləri veririk ki, məsəl üçün A, B, C, D, Y təklifləri var. Hər hansı bir gəmini seçim elədilər. Gəmi şirkətindən asılı olaraq dəyişir şərtlər, amma ümumiyyətlə təxminən yerini ayırmaq istəyir. 100 nəfərə 100-150 manat kimi bir beh ödəyərək yerini sabitləyir. Və gələcək aylarda, tutaq ki, yanvar, fevral, mart aylarında qiymətlər qalxsa və yaxud gəmidə doluluq maksimum səviyyəyə çatsa, yəni gəmi dolsa, bu artıq o ilkin ödənişini ödəmiş sərnişin üçün qüvvədə deyil. Yəni onun bir aidiyyatı yoxdur. O artıq yerini ayırıb, qiymət qalxsa da ona təsir eləmir. Bu birinci ən vacib məqamlardan biri. İkinci vacib məqamlardan biri də məsələn deyirəm, tutaq ki, indi oktyabr ayındayıq. Avqust ayı üçün siz gəldiniz, ilkin ödənişinizi ödədiniz, yerinizi ayırdınız və daha sonraki ödəniş start tarixinə təxminən 2 ay qalmış tamamlanır. İstərsəniz o vaxta qədər aylıq olaraq hissə ödəyə bilərsiniz. İstərsəniz də 2 ay qalmış bütövlükdə ödəyə bilirsiniz. Əgər tutaq ki, hissə ödədiniz, hər ay üçün hissə ödədiniz, çünki biz onu özümüzdə saxlamırıq, birbaşa gəmiyə təhvil veririk. Hissə ödədiyiniz təqdirdə və tutaq ki, fevral ayında hər hansı bir hadisədən getmək fikrinizi dəyişdirdiniz. Yəni, ləğv edirsiniz, getmək istəmirsiniz. Bu səfərdə sizin sadəcə ilkin olaraq ödədiyiniz ki, beh var idi, 100-150 manat gəmidən asılı olaraq dəyişir. Sadəcə o yanır. Geri qalan vəsait sizə geri qaytarılır. Bu çox gözəl bir nüansdır, çünki çox yerlərdə bu olmur. Rəsmi tərəfdaş olduğunuz onlar olur. Yəni bütün o söhbətimizin başındakı onlardan aldığımız enerji və iş üslubunu insanlarımıza ötürürük. Ana məğzi də budur. Çox gözəl bir tərəfi də bu. Buyur Anar. Bir səsli SMS-imiz var. İstəyirəm ki, onu səsləndirək. Salam. Özü də Türkiyə istehsalı. Anar bəy. Bizi dinləyir. Doğum gününüz mübarək Anar. Təşəkkür edirəm. Uzun sağlığı arzularım sizə. Azərbaycan sualı var. Dinləyicilərimizi və qonağınızı salamlayıram. Mən bilmək istəyirəm, qonaq belə bir ifadə işlədir ki, günəşlənmək istəyən. Birdən o günəşlənmək istəyən çinmək də istəsə, icazə verilir o gəmi, o standartlara cavab verir ki, mən həm də girib dənizdə çimə bilərəm, üzə bilərəm. O standartlara cavab verirlər, yoxsa yox. Mən bu maraqlıdır, mən heç vaxt gəmi ilə səyahətdə olmamışam, amma planlaşdırıram. İcazə var, yoxsa yoxdur, zəhmət olmasa cavablandırardı. Təşəkkür edirik, biz də burada Pələngi salamlayırıq, bizim dəyərli dostumuzdur. Maraqlı bir sual verib, yəqin ki, dənizdə gedib, necə olar ki, çinməyəsən? Pələng. Ramil bəydir, biz Pələng deyirik, bizim dostumuzdur. Ramil bəyə dərin təşəkkür. Nə üçün izah edeyim? İnsanlar sadəcə Azərbaycan üçün deyil, dünya üzrə bu industriyanın yavaş-yavaş inkişafının altında yatan, zehin altında olan suallar var.
bəlkə də çox sadə sual kimi görsənir. Amma bir şeydən əmin olun. Hər hansı bir doğru qərarı verdiyinizdə, adi həyatımızda da elədir. O kartlar açılmadıqca, aşkar olmadıqca, şəffaf olmadıqca siz o qərarı verə bilmirsiniz. Mən də verə bilmirəm. Bir yerdə bir qaranlıq qalır və o qaranlıq sizin o qərarı, nihai qərarı verməyinizin qarşısını alır. Bəlkə də çox vaxtı biz özümüzə bunu deyirik. Bilmirəm nədir. Amma bax, bilmirəm nədir, deməli ki, şuuraltı bir şeyimiz var. Bizə mane olan bir məqam var. Onun üçün də Ramil bəyə təşəkkür edirəm. Bu, bəlkə də sadə sual kimi görsənir, amma Ramil bəyin ifadə eləmək istədiyi budur. Gəmidə hovuzların, jakuzilərin, akvaparkların olduğunu bilirəm. Birdən mən dənizə girmək istəyirəm. Okay. İlk olaraq zehnə gələn şəkil budur ki, mən gəmidən tullana bilərəmmi? Yox, gəmidən tullanmağa icazə yoxdur. Çünki həqiqətən gəminin yüksəkliyi yüksəkdir. Yəni 50-60 metrlərdən söhbət gedir. Yaxşı, maksimum hündürlükdən. O ki qaldı, bu ehtiyacımızı sərnişin turist necə qarşılayacaq? Yaxınlaşdığı hər bir sahil portunda, demək olar ki, hamısında mümkündür. Bəlkə bu 100 metrliyində deyil, amma 1 kilometr yarım uzaqlıqda mütləq ki, ən gözəl plajlardan biri vardır. Və düşünsək ki, qarşınızda bir 10 saatlıq vaxt var. Bəli, rahat bir şəkildə çimərlik paltarlarını götürüb, səhər yeməyini yedi rahatca və bolca. Ondan sonra o məsafəni yürüyüş eləyərək qət eləyib, o sularda, bu Mykonosda belədir, bu Santorini'də belədir, bu Geniyada belədir, Savonada belədir, Barcelonada belədir, Çivitavekia'da belədir, hər tərəfdə belədir. Yəni, bəlkə indi 1 kilometr yarım olmaz, olar 2 kilometr. Amma 10-15 dəqiqəlıq məsafələrdə çox rahat bir şəkildə billur kimi tərtəmiz sularda o Aralıq dənizinin ki sahilləri, məsəl üçün, ən məşhurlarıdır və yaxud Yunanistanın və ya Türkiyənin eyni qaydada rahat bir şəkildə gedib o ehtiyacını qarşılaya bilər. O zaman biz bir daha da xatırladaq Cruises AZ şirkətinin əlaqə nömrələrini 050-265-4353 elə indən zəng edib maraqlana bilərsiniz. İstədiyiniz ölkələrlə bağlı, viza məsələlərlə bağlı nə suallarınız varsa bu nömrənin eyni zamanda WhatsApp-da var. Bir daha da qeyd edək 050-265-4353. Endirim istəmirəm Azər mənim, çünki siz reklam fasiləsi zamanı biz danışdıq, qiymətlər çox münasibdir. Hissə də var ödəniş, bildiyim qədəri də və xüsusi özəl günlərə də özəl endirimlər, paketlər yəni var. Dinləyicilərimizin biri yazıb ki, məndə şəkər xəstəliyi var və təzyiqim çox yüksəkdir və orada tibbi göstəriş varmı, tibbi məntəqə varmı? Mən yəni səhhətimə görə çox narahatam. Tibbi məntəqələr bütün gəmilərdə labüddür və vacibdir. Yəni olmalıdır, şərtdir. Bu var. İkincisi, şəkər və digər bir tək deməli tarazlıqla əlaqədar əgər insanlarda bir narahatlıq varsa, vestibullərdə. Yox, təzyiq indiyə qədər hər hansı bir maneə olaraq yox göstərməyib. Yəni çünki insandır, orada onun təzyiqlə əlaqədar bir mənfi bir hava-havası yoxdur. Əksinə, bol təmiz hava var. Bütün dünya mətbəxindən qidalanma var. Yəni bu dünya mətbəxi dediyim eyni zamanda vegetarian üslubda, sonra hər bir zövqə uyğun. Yəni ehtiyaca da bəzi un məmulatları var. İndi adı yadıma düşmədi. Ki o adi undan istifadə edə bilmir o insanlarımız. Bəlkə də dinləyicilər dedilər artıq, amma xüsusi qidalanma növləri də artıq təmin olunur. Eləcə də əlbəttə ki, ət növləri, digər tərəvəz, meyvə və s. bunların hamısı təmin olunur. Yəni kifayət qədər geniş bir yemək. Bəli. Buyuranar. Üzr istəyirəm dəyərli dinləyicilərimiz. Biz yeniden davam edəcəyik. Hal-hazırda mənim 2 təşəkkürüm var. Onları bildirim. Təşkilat dəstəyinə görə iCloud Akademiya özlərinin təşəkkürünü bildirirəm. Əgər istəyirsinizsə xarici dilinizi zənginləşdirəsiniz, istər ingilis dili, rus dili, fransız dili fərqi yoxdur. Xaricdə təhsil almaq istəyirsə və yaxud da xaricdə çalışmaq istəyirsə seçimimiz iCloud Akademiya olsun. Əlaqə nömrəsi 010 428 48 76. Dünəndə Tutu xanımla çox maraqlı söhbətimiz oldu. Bir kəlmə, yəni yığıb ətraflı məlumatlar əldə edə bilərsiniz.
Növbəti təşkilat dəstəyinə görə isə klinik psixoloq, NLP master Gülayna Allahverdiyeva özlərinin təşəkkürümüzü bildirib. Bir məlumat da verim Gülayna xanımla bağlı. Son zamanlar payız mövsümündəyik və stres, depressiya qaçılmazdır, gərginlik olur, iş sıxıntısı olur, iş gərginliyi olur. Bu hallara düşəndə heç narahat olmayın, çünki sizin ən böyük sirdaşınız, dostunuz Gülayna xanım olacaq. Bu nömrəni qeyd edin, 099 792 22 12 nömrəsi əlaqə saxlayın. Problemlərinizi Gülayna xanıma danışa bilərsiniz, etibarlıdır, sirdaşdır sizə və sizə belə deyim, dəstək olacaq, problemlərinizi elə Gülayna xanıma çözə bilərsiniz. Buradan təşəkkür edirik Gülayna Allahverdiyeva. Həqiqətən bu aylarda bizim psixoloqa ehtiyacımız var. Gülayna xanım, inşallah tezliklə biz də sizinlə bərabər bir həmsöhbət olarıq. Bizə isə ayrılan vaxt burada bu reklam blokunda bitir, dəyərli dinləyicilərimiz. Üçüncü hissədə yenidən görüşmək ümidi ilə. Xəzər Radiosunda reklam vaxtı. Bankov Bakıdan 50.000 manatadək nağd pul kreditini minimum 9.9% ilə əldə edin. Planlarınızı reallaşdırın. Ətraflı 145. Bankov Bakı. Bankov Bakı 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Nos parfümlə iz buraxın, fərqinizi hiss etdirin. Parfümdə qalıcılıq, gözəl qoxu axtaranlar. Nos parfümlə siz xarakterinizə uyğun parfümlər əldə edə bilərsiniz. Nos parfüm həmçinin topdan və pərakəndə satışı ilə sizə biznes qurmaq imkanı da yaradır. Onlayn və ya filiallardan əldə edin. Telefon 055 926 29 29. Nos parfüm İtaliyanın Azərbaycandakı rəsmi distribyutoru. Fərdi və bağ evlərinizdə iri ölçülü pəncərələr, cam balkon və sürgülü qatlana bilən pəncərələri Türkiyə istehsalı Avropa keyfiyyəti ilə Asistal alüminiumdan əldə edə bilərsiniz. Ünvan Ağşəhər, Qarabağ Atları Meydanı. Telefon 050 201 88 11. Qapı pəncərədə düzgün addımınız Asistal olsun. Qüsursuz nitq korreksiya mərkəzində uşaq və böyüklərə həm loqopedik, həm psixoloji, həm də fizioloji dəstək göstərilir. Mərkəzin rəhbəri defektoloq loqoped Esmira Qafarova bütün pasientləri fərdi proqramlarla nəzarətdə saxlayır. Autizm, serebral iflic, Down sindromu, psixoloji və nitq inkişaf ləngiməsi və bu kimi bir çox diaqnozlarla mərkəzə müraciət edə bilərsiniz. Telefon 050 485 75 25. Arzularınızdakı evi Efsetra Təmir və Dizayn şirkəti ilə qururuq. Təmir və tikinti, dizayn işlərini peşəkarlara həvalə edin. Dizayn layihələndirmə, fərdi və bağ evlərin tikintisi və təmiri, mebellərlə təchiz olunması Efsetra Təmir və Dizayn şirkəti ilə mümkündür. Peşəkar ustalar, sərfəli qiymət, vaxtında təhvil. Əlaqə nömrəsi 070 677 1177. Qafqazın ən böyüyüsən, Abşer oğlum. Evimizin hər şeyisən, Abşer oğlum. Seçimlərin əzəlidir, Abşer oğlum mənim. Abşeron Ticarət Mərkəzi. Evdən bağa, təmirdən tikintiyə hər yol Abşerondan keçir. Evinizə nə lazımdırsa, Abşerona gəlin. Bankov Bakıdan 50.000 manatadək nağd pul kreditini minimum 9.9% ilə əldə edin. Planlarınızı reallaşdırın. Ətraflı 145. Bankov Bakı. Bankov Bakı 18 fevral 2005-ci il tarixli 247 nömrəli lisenziya ilə fəaliyyət göstərir. Vergi bəyannamələri Sima imzada, onlayn kargüzarlıq Sima imzada, hesab fakturaları Sima imzada, sahibkarlar və hüquqi şəxslər üçün pulsuz elektron imza Sima imzada. Xəzər Radiosunda reklam vaxtı. Xəzər Radio 103 FM. Yalnız kaldım Tanrım ve de onu dönecek sandım. Özüme tez aldandım, ümidim boğuldu battı. Başladı gün, yine üzgün, keyfim yerden birdi bütün. Elden tutun, kalpte hüzün, koymur içmeni azca gülüm. Arada bir gel, yüzümü görer, olmaz bile yarım düzeler. Sıkılır yürek, dolmuş herkesin içinde bin bir fitnekeler. Ben Şam kimi yanında her gece öz oduma yandım oldu. Verilen vədlərinin artık bir bak zamanı doldu. Bilirəm geçmez derdim, onsuz yoktu başka yolum. Kalmadı taqətim, daha geldi sabrı sonu. Ne kadar düzüm, şərabı süzüm, içirəm sağlığıma tek üzüm. Doludu yüküm, demeye sözüm, tükendi geldi
Bəli, dəyərli dinləyicilər, biz yenidən davam edirik. Çox sevdiyimiz əzizimiz Hissin və Cey Əliyevin gözəl bir mahnısı var, Kədərli bölüm. Bu mahnını həqiqətən də çox sevirəm. Buradan da Hissi salamlayıram. Var olasınız deyirik. Buradan da inşallah tezliklə də onu da qeyd edim ki, Hiss bizim verilişimizin qonağı olacaq. Kameraya yaxın əyləşək ki, bizi hal-hazırda Azərbaycan Facebookdan da canlı izləyirlər. Qoy bizim elə Facebook izləyicilərimiz də bizi görsünlər. Dinləyicilərimiz radiodan izləyirlər 103 FM dalğasından, amma bizi görmək istəyən Facebooka Xəzər FM yazır, hal-hazırda bizi canlı izləyir. Və bir daha da qeyd edim ki, dəyərli dinləyicilər, bugünkü qonağımız artıq bizim qonağımız deyil, elə bir ailəmizin bir içidir. Doğmamızda Kruz Az şirkətinin rəhbəri Azər müəllim Quliyevdir. Biz bugün səyahətlərdən danışır. Hansı səyahətlərdən? Gəmi ilə səyahətdən. Aynurun isə möhtəşəm bir sual var. Möhtəşəm deyəndə öz üzərimdən istəyirəm çıxış eləyərəkdən davam edeyim. Çünki anar sözün kəsin belə tərs-tərs baxma mənə. Amma vaxtı nəzərə alaraqdan tez mövzuya keçirəm ki, Azərbaycan cavabımızı alım. Azər bəy, əslində bir etiraf edeyim ki, mən sizi tanımayana qədər, yəni mən həmişə gəmi səyahətindən qorxmuşam və deyərdim ki, fikirləşirdim ki, heç vaxt getmərəm mən gəmi səyahətinə. Amma sizi tanıyandan sonra mən o qədər belə məndə belə maraq yaranıbdı ki, gəmi səyahətinə və Allah qoysa planlayaram ki, gələcək bu yayda mən mütləq şəkildə bu səyahətdən istifadə edəcəm və ilk dəfədir mən deyim ki, gəmi səyahətinə müraciət edəcəm və düşünürəm ki, yoldaşım, oğlum və mən gedim. Amma son anda və yoldaşımın işinə görə bilirəm ki, o bizi son anda deyəcək, mən çıxa bilmirəm və mən məcbur olacağam övladımla gedim və övladımın 16 yaşı var. İndi siz bu işin biləni kimi mənə nə məsləhət görərsiniz və mənim kimi dinləyicilərə nə məsləhət görərsiniz ki, ilk dəfə gəmi səyahətinə gedənlər? Çox sağ olun suala görə. Bu elə bilirəm ki, ciddi mənada bir çox insanı maraqlandıran və eləcə də fərqli yaş qruplarında olan insanların bir gəmi səyahətində hansı ortaq nöqtələrdə görüşüb və hər kəsin özünün unudulmaz səyahətini necə keçirəcəyi ilə əlaqədar bir gözünün qarşısında bir rəsm canlanmalıdır. Əvvəla gəmilərin böyüklüyü ilə əlaqədar yenidən vurğulamama ehtiyac yoxdur deyə düşünürəm. Çünki gəmilərin daxilində kifayət qədər hovuzlar, cakuzilər, akvaparklar, istər 0-3, 3-12 və 12-18 yaş və 18 plus olaraq yaş aralıqlarına uyğun aktivitelər mövcuddur. Yəni gəmidə hər hansı bir yerdə tutaq ki, şou proqram əyləncə olmaz, hissə olar və bu fərqli zövqlərə, kimisi caz dinləməyi sevir, kimisi teatr şou proqramları izləmək istəyir, kimisi o vaxtı daha hərəkətli disko tərzi dediyimiz daha gənc nəslin üstünlük verə biləcəyi və yaxud animasiya olaraq hovuz kənarında əyləncəli bir vaxt keçirmək istəyir. Bu ünvanla eyni vaxtda, eyni gəmidə fərqli insan, fərqli yaş qruplarının və zövq sahiblərinin eyni anda, eyni məkanda dincəlmə şansları var. Bu birinci məqam. İkinci məqam, əgər ailələrimizin tərkibində kimsə ola bilər ki, kimisi aktiv, kimisi çox sağ olun, passiv istirahətə üstünlük verir ki, belə ailələrimiz də var, yox deyil. Mən maraqlı, Aynur, sən necə bir istirahət sevərsən? Mən əslində pasiv, amma oğlum aktiv. Elə ona görə diqqətlə nazir və qulaq asıram ki, sonuç necə olacaq? Təbii ki, 6-7-10 saata qədər vaxt verir ki, bizə getdiyimiz, yəni limanın gəzmə, həmişəlik gəzmə. Mən şəxsən gəzərdim, oradakı dostlarımla əlaqə saxlayardım. Təkcə elə gəmidə qalmaqla deyil. Yəni belə bir fürsət yaradıblarsa bizə niyə istifadə etməyək? Biz ona gəmini şəhərin qapısına qədər gəlmişkən niyə də düşməyim deyirik. Amma Aynur xanım da deyir ki, mən həm dincəlmək istəyirəm, həm bu ilin yorğunluğunu hovuz kənarında uzanaraq, günəşlənərək canımdan çıxartmaq istəyirəm. Çünki onu o saatlar insanda həm fiziki olaraq biz evimizdə də o dincəlməni eləyə bilərik, düzdürmü? Mənim ən çox sevdiyim və istifadə etdiyim bir söz var. Dünyanın ən gözəl yatağı bizim yatağımızdır. Ondan daha gözəl yataq mümkün deyil. Yəni o komfortu biz başqa bir yerdə tapa bilmərik, amma o anı yaşamağımız, o fikirlərdən, gündəlik cari həyatdan uzaqlaşmağımız bizə ən gözəl anı yaşadır. Bu hər iki ehtiyacı da qarşılamaq üçün sizin dediyiniz kimi, əgər 10 saatlıq bir vaxtım varsa və bunun da günün müəyyən hissəsi, hansı ki, məsələn, günün ilk saatları günəşlənmək üçün, yəqin ki, həkimlərimiz də bunu tövsiyə edir ki, ilk saatlar və yaxud axşam 4-5-dən sonraki saatlar daha məqbuldur. Bu saatları gəmidə
günəşlənərək keçirdib, daha sonraki saatlarda məsələn oğlunuz aktiv bir şəkildə və ya Anar bəy deməli şəhəri gəzim, görüm, mən bir də o şəhərin tutaq ki, hansısa bir məkanına harda toxuna biləcəm. Niyə əlavə pul verib bilet alıb təzəmə getməliyəm ki, hazırda fürsət düşüb əlimə dəyərləndirməliyəm. Həm belə deyək, günəşlənmə imkanı, həm də şəhəri gəzmə imkanı, bu hər iki ehtiyac bir məqamda qarşılandıqdan sonra axşam onsuz da həyata keçirilən o əyləncələr, şou proqramlar günün nöqtəsini qoyur, belə deyək. Və belə körpə uşaq kimi mışıl-mışıl yatmağa gedirsiniz. O ki, bəzən deyirlər ki, gəmi çoxmu yırğalanır? Çox yırğalanmır. Bir beşik necə çox sakit bir şəkildə yırğalanırsa, o formada siz çox rahat bir yuxu əldə edirsiniz. Və bütün zövqlər düşünülərəkdən hər bir xırdalıq dəqiqliklə yerinə yetirilir. Buyur Anar. Bugün mənim doğum gününü dinləyicilərimiz bu qədər təbrik edir, yazırlar, təşəkkür edirəm. Amma bir təbriki bilmirəm, Fidan xüsusi olaraq göndərək ki, bunu oxumalısan, dedim, oldu, baş üstə. Əziz anlar, səsin hər gün Xəzər FM dalğalarında eşitmək bizi ruhlandırır. Sənin pozitiv enerjin, zarafatların və səmimi aparıcılığın dinləyicilərin qəlbini qazanıb. Təşəkkürlər. Sən efirə yalnız söz gətirmirsən, sanki hər kəlmənlə gülümsəmə və motivasiya yayırsan. Təşəkkürlər. Uğurların daim bol olsun. Səsin həmişə Xəzərin dalğaları kimi saf, güclü səslənsin. Hörmətlə Bayram. Təşəkkür edir bizim dinləyicimizə. Sağ ol ay Bayram. Mənim ad günümdə mən də gözləyirəm bu. Sən Allah Bayram, sabah da bir səsli mesaj göndər. Təbii ki, təşəkkür edir. Bütün dinləyicilərimizə var olasınız, minnətdar. Bir də mən istəyirəm ki, Azərbaycan əlaqə nömrələrini qeyd edim. 050 265 43 53. Ən çox gəzmək istədiyiniz ölkə haradır deyə müraciət etdik. Finlandiya yazanlar da var, Amerika yazanlar da var, Tayland da yazanlar da var. Azərbaycan bu ölkələrə, sadaladığım ölkələrə yaxın günlərdə turlar varmı? Turlar dünyanın müxtəlif istiqamətlərində hər gün var. Yəni günü sabahları Miami'dən də başlayanı var. Günü o birisi günü Avropada olanları da var. Tək yəni siz istəyirik. Bəli. Sadəcə bəzi bölgələr var ki, o bölgələrdə ya biz tövsiyə eləmirik, ya da o bölgə iqlim olaraq tutaq ki, ilin müəyyən bir vaxtında uyğun deyil deyə gəmilər səfərə başlamazlar. Məsələn, qış aylarında Şimali Avropa. Yay aylarında Fars körfəzi. Diqqət edirsiniz, birində çox ciddi qış aylarında hava kəskin hava temperaturu aşağı düşür. Yay aylarında Fars körfəzində əksinə çox ciddi istilik olduğu üçün. Yəni harda sezondursa adi qaydada o dövrdə də gəmilər üzür və fəaliyyətlərini davam elətdirirlər. Yox, əgər tutaq ki Avropanın tutaq ki yayındadırsa əgər vaxtı etibarilə, onda əlbəttə ki yay ayları daha üstünlük təşkil edir. Təşəkkür edirik Azərbaycan ətraflı məlumat üçün və mən istəyirəm ki, hal-hazırda bir sponsor məlumatını səslədim dəyərli dinləyicilərimizə. Dəyərli dinləyicilərimiz, həftənin qalibi olun və Nos parfümdən gözəl ətirlər əldə edin. Parfümdə qalıcılıq, gözəl qoxu axtaranlar Nos parfüm sizin xarakterinizə uyğun parfümlərlə əldə edə bilərsiniz. Burada həm topdan və pərakəndə satış da var, eyni zamanda biznes qurma imkanları sizin üçün yaradılır. Onlayn və yaxud da filiallardan əldə edə bilərsiniz. Əlaqə nömrəsi 055 926 29 29. Bizim adımızdan girən bütün dinləyicilərə isə 5% endirim olacaq. Növbəti sponsorumuz Aystal Alüminiumdur. Türk istehsalı Aystal Alüminium qapı pəncərə profilləri Elexal boya ilə boyanmış profilləri 50, toz boya ilə boyanmış profilləri 25 il rəsmi zəmanət verir. Siz də pəncərələrinizin daha keyfiyyətli və uzun ömürlü olmasını istəyirsinizsə, təbii ki, seçiminiz və addımınız Aystal Alüminium olsun. Əlaqə nömrəsi 050 201 88 11. Ünvan Ağşəhər Qarabağ Atları Meydan. Bizim adımızdan gedən bütün dinləyicilər isə Elməttin bəy 5% endirim edəcək. Növbəti sponsorumuz isə Efsetra Təmir və Dizayn şirkətidir. Dizayn layihələndirmə, fərdi və bağ evlərinin tikintisi və təmiri, mebellərə təchiz olunması Efsetra Təmir və Dizayn şirkəti ilə yalnız və yalnız mümkündür. Peşəkar ustalar, sərfəli qiymətlər, vaxtında təhvil ilə ən əsası da bunlardır deyə düşünürəm. 070 677 11 77. Təbii ki, bizim adımızdan yaxınlaşan bütün dinləyicilərə xüsusi olaraq endirim olunacaq.
Təşəkkür edirik sponsorlarımıza və sonda istəyirəm ki, Azər müəllim dəyərli məsləhətlərinizi verəsi bizim dinləyicilərimizə. Əlaqə nömrəsi bir daha xatırladım. Çünki ola bilər ki, dinləyicilərimiz kimsə qeyd etməyiblər. 055 265 43 53 yazın və belə deyim, xəyalınızdakı arzularınızdakı olan bütün o səyahətləri Azər müəllim və onun komandasında gerçəkləşdirə bilərsiniz. Çox həqiqətən də mən arzular deyəndə bir anlıq özümdə getdim deyə Aynur çaşdım həqiqətən də arzular getdim. İnşallah bizə nəsib olar. Elə bayaq Azər müəllim dediyi kimi gələn il ad gününü bizimlə bərabər qeyd edərsən. Sonda istəyirəm ki, bir dəyərli bir məsləhətinizi alaq. Nə tövsiyə edərsiniz bizim dinləyicilərə? Əgər son 1 saatlıq bu dəvətiniz üçün təkrar təşəkkür edirəm. Bu arada gluten free, bayaqlar yadıma düşməmişdi, gluten free olaraq da qidalanma növləri mümkündür gəmidə. Qısa olaraq dinləyicilərimizə tövsiyəm düzgün gözləntinin formalaşması üçün mütləq araşdırma etsinlər. Mütləq bizlə bir məsləhət xarakterli, tövsiyə xarakterli bir kontaktda olsunlar. Bizim işimiz sadəcə satmaq deyil, insanlarda düzgün gözləntini formalaşdırmaq və həyatları boyunca yaddan çıxmayacaq bir səyahəti muncuq kimi düzüb, istər səyahət əvvəli, istər səyahət əsnasında, istərsə də səyahətdən sonra hər zaman xidmətlərində olmaqdır. Təşəkkür edirik. Bir daha da əlaqə nömrələri xatırladırıq. 050 265 43 53. Azər müəllim bir daha təşəkkür edirik. Aynur sənə təşəkkür edirəm. Bugün bərabər olduğumuz üçün minnətdarıq. Bizi dinlədiyiniz üçün, təbrikləriniz üçün bir daha da sağ olun. Sabah inşallah eşidilmək ümidi ilə.